Havalar isinən kimi ağır yeməkləri bir kənara qoyub, təzə tərəvəzlərdən rəngarəng salatlar hazırlayıb, sərinləşdirici dadlara müraciət etmək istəyirsən. Bunun üçün də mən meyvəli bazarında yerləşən Ləki polkasından rəngarəng çeri pomidorları alıb maraqlı bir salat etmək qərarına gəldim. Bazardan əldə etdiyimiz çeri pomidorları qəşəngcə yuyub doğradıq və gördüyünüz kimi bir-bir boşqaba ardıcıllıqla əlavə etdik. Yerli yerpərəng xiyarlarını da yuyub təmizləyirik, doğrayıb salatımıza əlavə edirik. Üzərinə tərxun, kahı əlavə edəndən sonra blenderımıza ağ reyhanlarımızı da qoyub üzərinə ona yaraşan sarımsaqları əlavə edirik. Zeytun yağı, ardıcan, təbii ki, balzamik sosu da öz sözünü deyir. Və bunları blenderdan keçirdib sosumuzu hazırlayırıq. Sosumuzu salatımızın üstünə gəzdiririk, qarışdırırıq və budur. Bizim vitaminli salatımız, yay salatımız, sərin salatımız hazır. Nuş olsun.